Soyuqlar bitmir. Qar yağacaq və şaxta olacaq. Gündəm xəbəri nefrində 17 mart tarixidir və martın 18-nə olan günün hava haqqında məlumatına Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah martın 18-nə gözlənilən hava şəraiti ilə əlaqədar deyirik. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin səhər bəzi yerlərdə az çiskini olacağı ehtimalı var və şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5 dərəcə şaxtadan 8 dərəcəyədək, gündüz isə 10 dərəcədən və 15 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85%, gündüz isə 65-70% təşkil eləyəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək, arabir duman olacaq və şərq küləyi bəzi yerlərdə isə arabir güclənəcək. Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 17 dərəcəyədək, dağlarda isə gecə 3 dərəcədən 2 dərəcəyədək, gündüz isə 7 dərəcədən 12 dərəcəyədək isti olacaq.